Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Greenpeace International tərəfindən yayımlanan yeni hesabat körpə qidalarında istifadə olunan plastik qablaşdırmalarla bağlı ciddi narahatlıq yaradıb. Xəbər verilir ki, araşdırmada xüsusilə sıxıla bilən plastik kisələrdə satılan körpə qidalarının yüksək səviyyədə mikroplastik çirklənməyə məruz qaldığı bildirilib. Hesabata əsasən, bəzi məhsullarda bir porsiyada minlərlə, bəzi nümunələrdə isə 10 mindən çox mikroplastik hissəcik aşkarlanıb. Araşdırma zamanı müxtəlif beynəlxalq istehlakçıların körpə qidası məhsulları analiz edilib və bütün nümunələrdə mikroplastik izlərinə rast gəlinib. Müstəqil laboratoriya nəticələrinə görə bəzi qablaşdırmalarda təxminən 5000, digərlərində isə 11000-dən artıq mikroplastik hissəcik müəyyən olunub.